Keçən videomuzda şərhlərdə qeyd eləmişdilər ki, bəs mikrodalğalı sobaya yeməklə qablarına qab qızmır və bunun da heç bir ziyanı yoxdur. Mikrodalğalı sobanın içərisində olan bir qurğu var ki, həmin bu qurğuya da maqnitron deyirlər. Maqnitron belə deyim, 2 dənə elektroddan ibarət olan bir cihazdır. Həmin bu elektronlar müsbət və mənfi qütblərə ayrılır. Biri volframdan, digəri isə mis həlqələrdən ibarət olan elektrodlardır. Bu elektrodlarda gərginlik yarandıqca volfram elektrodundan elektronlar ayrılır və bu elektronlar da düz yox, perpendikulyar istiqamətdə hərəkət edirlər. Bu da ki, elektronları dalğavari hərəkətinə səbəb olur. Bu dalğa qida üzərinə gəlib düşdükcə qidanın tərkibində olan su molekullarını qızdırır. Necə qızdırır? Su molekulları da o dalğa istiqamətində hərəkətə başlayır. Həmin bu hərəkət sayəsində molekul daxili orada qızma baş verir. Molekullar bir-birinə sürtünür, belə deyim. Sürtünmə nəticəsində qidanın tərkibi qızır. Bu da ki, yüksək tezliyi əmələ gətirir. Bu tezlik insan orqanizminə yad olan bir tezlikdir. Hər bir orqanizmin, hər bir cihazın və yaxud da hər bir binanın, qurğunun qəbul edə biləcək tezliyi var. Bu tezliyi aşanda və yaxud da ondan aşağı olanda problemlər yaranır. Yəni qidanın üzərinə düşən o tezlik var. Həmin bu tezlik insan orqanizminə yad olduğuna görə əlbəttə ki, ziyanlar olacaq.